Bismillahirrahmanirrahim. Özünü cilovlamaq barəsində Əli əleyhissalam buyurmuşdur. Nə çox bir dəfə yemək ki, dəfələrlə yeməyə mane olur. Yəni, çox vaxt insan zərərli bir şey yeyir və yaxud yeməkdə ifrata varır və nəticədə xəstələnir və uzun müddət bir çox yeməklərdən qalır. Bu kəlam o adam barəsində məsəldir ki, az mənfətin arxasınca gedir və çox xeyirdən məhrum olur. Halbuki, əgər özünü saxlasaydı, daha çox mənfəət əldə edərdi. Allah özü hər bir işdə bizlərə doğru düzgün seçim etməkdə kömək olsun inşallah.